Azərbaycan televiziyasının efirində Sabaha Doğru proqramına baxırsınız. Xoş gördük hamınızı bizim əziz və hörmətli tamaşaçılarımız. Gərgin iş günləri, hər gün qaça-qaç, bircə dəqiqə də olsun boş vaxt tapmamaq. Yəqin ki, əksəriyyət özünün bazar ertəsindən cüməyə qədər olan həyatını məhz belə xarakterizə edə bilər. Belə məqamda hər kəs tezliklə istirahət günlərinin gəlməyini gözləyir, amma təəssüf ki, o günlərin də öz qayğıları var. Bəlkə də, kim bilir, başqa bir sahədə yeni bir səriştəmiz, yeni bir bacarığımız olsa, biz daha çox müstəqil ola bilərik və daha çox sərbəst vaxt qazana bilərik. Kim bilir, bəlkə də yeni bir sahədə, yeni bir ixtisasa yiyələnsək, təhsilimizi artırsaq, yeni planlar qursaq, həyatımız tamamilə dəyişə bilər. Çünki kamilliyin sərhədləri yoxdur, çünki inkişaf olmasa, yüksəliş də olmaz. Yəqin bu elə bir çox insanın ürəyindən keçən arzulardır, amma bütün bunları çox uzaq olan gələcək üçün planlaşdırırıq biz, amma nahaq yerə. Çünki bugün çağdaş dövrümüzdə bizə verilən imkanlar bu arzularımızı çox tezliklə reallaşdıra bilər. Özəlliklə də müstəqil Azərbaycanımızda həm də müstəqilliyinin bərpasından 20 il keçən bir məqamda ölkə prezidentinin bizim üçün yaratdığı bir çox imkanlar var ki, bu imkanlar arzularımızı gerçəkləşdirə bilər. Bugün Sabaha Doğru da, əziz tamaşaçılarımız, bu imkanlardan danışacaq. Daha dəqiq söyləsəm, bugünkü mövzumuz belədir. Elm və təhsilin informasiyalaşdırılması və onlayn təhsil. Bəli, mövzumuzla bağlı, əziz tamaşaçılarımız, əlbəttə ki, çox hörmətli qonaqlarımızla və auditoriyamızla bərabər müzakirələr edəcəyik, söhbət edəcəyik. İlk növbədə qonaqlarımızı sizə təqdim etmək istərdim. Bugün bizimlə bərabər İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyevdir. Xoş gəlmişsiniz. Təhsil Problemləri İnstitutunun direktoru müavini Ənvər Abbasovdur. Xoş gəlmişsiniz. Və həmçinin hər iki müəssisədən çox hörmətli alimlərimiz və müəllimlərimiz bugün bizim auditoriyamızdadır. Sizi də alqışlayıram, xoş gəlmişsiniz. Hörmətli qonaqlar və əziz tamaşaçılarımız, mövzumuzla bağlı süjetimiz var. İlk öncə süjetə gəlin bərabər baxaq, sonra söhbətimizə başlayarıq. Biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bugün qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların informasiya-kommunikasiya texnologiyalarından hansı səviyyədə istifadəsi ilə müəyyənləşir. İnformasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Son illər təhsil sistemində informasiya-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, elm və təhsilin informasiyalaşdırılması, o cümlədən onlayn təhsilin tətbiqi ölkəmizdə aparıcı istiqamətlərdən biri olub. Yaxın gələcəkdə Azərbaycanın ali məktəblərində qiyabi təhsil formasının onlayn tədrislə əvəzlənməsi nəzərdə tutulub. Təsadüfi deyil ki, ölkə prezidenti İlham Əliyev daima bu sahəyə xüsusi diqqət yetirib. Ölkə başçısının 2004-cü ildə ümumi təhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı proqramının qəbul edilməsi haqqında imzaladığı sərəncamdan sonra məktəblərimizin kompüterlə təminatı sahəsində xeyli iş görüldü. Proqram 2005-2007-ci illəri əhatə edirdi. Burada elektron dərsliklərin, elektron kitabxanaların, rəqəmli tədris resurslarının işlənib hazırlanması və sair məsələlər nəzərdə tutulmuşdu. Bu məsələlər artıq reallaşıb və yeni təhsil sisteminin informasiyalaşdırılması üzrə 2008-2012-ci illəri əhatə edən dövlət proqramı qəbul olunub. Yeni proqram təhsil sisteminin informasiyalaşdırılması sahəsində həlledici mərhələnin başlanğıcını qoydu. Maraqlıdır. Bugün ölkəmizdə elm və təhsilin informasiyalaşdırılması sahəsində görülən işlər öz səmərəsini verirmi? Bəs görəsən, onlayn təhsil cəmiyyətdə necə qarşılanır? Ümumiyyətlə, ölkə əhalisi onlayn təhsilin tam mənada nə olduğunu bilirmi? Bu təhsilin gələcəkdə ölkəmiz üçün hansı faydalı cəhətləri olacaq? Onlayn təhsilin günü-gündən inkişaf edən dövlətimizin tərəqqisinə təkan və töhfə ola biləcəyinə inandığımız üçün tamaşaçılarımızı da bu mövzuda düşünməyə dəvət edirik.
Bəli, əziz tamaşaçılarımız, bir daha xatırladım ki, bugün bizim mövzumuz elm və təhsilin informasiyalaşdırılması və onlayn təhsildir. Süjetdən də artıq sizə bu məlum oldu və söhbətə başlamaq istərdim. Rasim müəllim, bugünkü dövrümüzdə, özəlliklə də Azərbaycanımızın inkişaf etməkdə olan bir dövrdə bizə yaradan imkanlar böyükdür və bu mövzumuzla bağlı sözsüz ki, bugünkü təhsilimizə də bu yaradılan imkanlar, yeniliklər öz təsirini göstərir. Siz istərdim bu barədə bizə danışarsınız. Çox düzgün qeyd etdiniz ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasına artıq 20 il keçibdir. Bu 20 il ərzində Azərbaycan xalqı müxtəlif problemlər üzləşsə də, yəni müharibə vəziyyətində olsa da, açıq və gizli müharibələr aparılsa da Azərbaycana qarşı, amma Azərbaycan bu 20 il ərzində müəyyən nailiyyətlər əldə edibdir. Azərbaycan artıq bütün dünyada dövlətlər sırasında öz imzasını qoyubdur, Birləşmiş Millətlər Təşkilatının üzvü olubdur və bu 20 il ərzində sizin dediyiniz mövzunun bucağından baxanda, o nöqteyi nəzərdən baxanda nələri biz müşahidə edirik? Çünki Azərbaycan 1991-ci ildə müstəqilliyini qazananda digər sahələrdə əlbəttə ki, problemlər var. Onun müvafiq mütəxəssislər, ekspertlər cavab verə bilərlər. Söhbət təhsildən və elmdən getdiyi üçün mən bu istiqamətdə öz münasibətimi bildirmək istəyirəm ki, 1991-ci ildən sonra Azərbaycan xalqı müstəqil olandan bir anlığa məlum oldur ki, bizim dövlət ideologiyamız əvvəlkindən deyil. Bizim seçdiyimiz yol da, siyasi yol da o yoldan deyil. Çünki biz artıq demokratiya yolu seçmişik, əvvəlki yoldan imtina etmişik, bazar iqtisadiyyatı demək ki, bərqərar olmalıdır Azərbaycanda. Yəni, bütün sosial, iqtisadi, siyasi, ideoloji sistem dəyişibdir. Ona görə də müstəqil Azərbaycan özünü bu istiqamətdə qurmalı və insanların şuurunu, təfəkkürünü, gəncləri bu istiqamətdə hazırlamalıdır. Ona görə də bu təfəkkür, şuur problemi olduğu üçün çox böyük problemlər üzləşdik. Əlbəttə ki, bizim Qarabağ problemimiz var idi. Əlbəttə ki, bizim müstəqilliyimiz yolumuzda qan axıtmışdıq. Yəni, 20 yanvar hadisəsi gözümün önünə gəlir və digər hadisələr. Ona görə də Azərbaycan müstəqil olması bu 20 il ərzində keçdiyi yollar, onun o şərəf tərəfini qeyd elədim, amma eyni zamanda problemləri də vardı ki, bu problemlər özləri o subyektiv problemləri qoyulan bir tərəfi obyektivliyə söykənən problemlər var idi. Çünki biz 70 il ərzində Sovetlər vaxtı təhsilimizin məzmunu başqa idi, təhsilin strategiyası başqa idi, taktikası başqa idi, öyrədilən fənlər başqa idi, ideoloji dəyərlər başqa idi. Ona görə 91-ci ildən sonra məlum oldu ki, bizə o ideologiya lazım deyil, yeni istiqamət lazımdır. Müstəqil Azərbaycan dövlətinin özünün ideologiyası formalaşmalıdır, özünün milli mənəvi dəyərlərini qorumalıdır, keçmişə bir də baxmalıdır, keçmişdəki o dəyərləri bir də ön plana gətirməlidir və bütün bunların hamısını gətirməklə eyni zamanda yeni nəsil formalaşdırmalıdır. Ona görə də müstəqil Azərbaycan Respublikasının qarşısında iki mühüm vəzifə dururdu. Birinci vəzifə ondan ibarət edir ki, Azərbaycandakı təhsilin məzmunu tamamilə dəyişməlidir və dediyim kimi milli maraqlara, dövlətin maraqlarına, dövlət ideologiyasının tələblərinə cavab verməlidir. Bu çox inqilabi prosesdir, bir mədəni inqilab prosesidir. Ona görə də ölkəmizdə indi Ənvər müəllim bu istiqamətdə yəqin öz münasibətini bildirəcəkdir. İkinci bir inqilab baş verdi. Yəni bu günləri Azərbaycan xalqı iki mədəni inqilabın qarşısındadır. Biri o dediyim kimi o təhsilin məzmununun, strategiyasının, onun taktikasının yeni şəraitə uyğunlaşdırılması, yəni müstəqil Azərbaycanın marağına uyğunlaşdırılması. İkinci məsələ isə o informasiya texnologiyalarının yeni imkanlar əldə etməsi. Keçən əsrin ortalarından başlayaraq kompüter texnologiyasını, informasiya texnologiyasını, internetin meydana gəlməsi dünyada 5-ci sadəcə informasiya inqilabının meydana gəlməsinə gətirib çıxartdı və bu informasiya inqilabının meydana çıxması dünyada o qapalı olan, sərhədlər çərçivəsində olan, ölkələrin belə deyək ki, siyasətləri çərçivəsində idarə olunan informasiya fəzaları açıldı. Dünyada artıq o dediyimiz kimi informasiya dünyası qloballaşdı. Bu qloballaşma həyatın müxtəlif sahələrinə təsir etdi. Bütün münasibətlərə, mental dəyərlərə, dini ideologiyaya, mədəni proseslərə, siyasi, iqtisadi proseslərə və dünya bir növ insanların gözünün qabağında kiçildi. Ona görə də müstəqil Azərbaycan xalqının qarşısında iki böyük problem, iki böyük inqilab baş verdi. Birinci inqilab təhsildə baş verdi, yəni təhsilin özü artıq dediyim kimi Azərbaycan xalqının maraqlarına uyğun gəlməlidir. İkincisi isə o informasiya inqilabı idi ki, bu inqilab sənə belə deyək ki, başlayıbdır, get-gedə o dərinləşir, yeni imkanlar gətirir, yeni münasibətlər gətirir. Bu günləri artıq dünyada bütün insanlar sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar və bunun sonunda yoxdur. Yəni, informasiya cəmiyyəti ideologiyası, milliliyin ideologiyasıdır və müstəqil Azərbaycanın bu 20 il ərzində üzləşdiyi problemi uğurla həll edir. Çox təşəkkür edirəm. Həqiqətən də maraqlı bir giriş verdiniz söhbətə. Ənvər müəllim, bəs bilənlər əlbəttə ki, bilirlər. Özəlliklə bugün bizim studiyamızda əyləşən hörmətli qonaqlarımız. Amma bilməyənlər üçün təhsilin və elmin informasiyalaşdırılması dedikdə biz nə başa düşürük? Cəmiyyətimizdə çox böyük bir
dəyişiklik, yəni yenidən qurma işləri gedir. Ardıcıl olaraq sistemli şəkildə yeni bir cəmiyyət qurulur. Əslində cəmiyyətin qurulması yeni bazisin yaradılması deməkdir. Bu bazis üzərində üst qurum formalaşır. Bu üst qurumlardan biri təbii ki, təhsildir, başqa birisi elmdir. Yəni bunlar bu bazisə uyğun olaraq qurulur. Təbii bu yeniliklər ardıcıl və sistemli şəkildə gedir. Burada bu islahatlar şəklində aparılması nəzərdə tutulan tədbirlərdir bunlar. Ona görə də 1995-ci ildə yeni konstitusiyanın qəbul olunması ölkədə istər elmə, istər təhsilə, ümumiyyətlə cəmiyyətin bütün sahələrinə yeni bir münasibət, yeni bir struktur, yeni bir istiqamət gətirdi. Və bunların içərisində mən deyərdim ki, ən başlıcası təbii ki, təhsildir. Əslində cəmiyyət özü təhsildən çıxır, təhsildən keçir. Təhsil elə olmalıdır ki, o ümumiyyətlə cəmiyyəti düzgün formalaşdırsın. Yəni bunun fəlsəfəsi düzgün olsun. 1999-cu ildə bizim islahat proqramı ölkədə qəbul olunanda 3 mərhələdən ibarət qəbul olunmuş bu islahat proqramının fəlsəfəsində bu xüsusilə qeyd olunurdu ki, cəmiyyətin ehtiyac və tələbatlarına uyğun olan bir təhsil qurulsun, eyni zamanda milli və bəşəri dəyərlərə söykənən bir təhsil olsun, təhsil alanların mənafeyinə uyğun olan bir təhsil olsun. Əslində bunlar çox ciddi və son dərəcə qlobal olan problemlər idi. Ona görə qlobal mən deyirəm ki, yəni inkişaf eləmiş cəmiyyətin, yəni indiki şəraitdə, müstəqillik şəraitində onun inkişaf eləmiş cəmiyyətin inkişafını, təhsilini əslində onunla ölçürlər ki, o doğrudan da cəmiyyətin ehtiyac və tələbatlarına uyğundur. Ola bilsin ki, bizim təhsilimiz elə qurulardı ki, o təhsil cəmiyyətin tələbatına uyğun deyildi. Yəni təklif yönümlü idi. Təklif yönümlü nəyi deyirlərsə onu öyrətmək lazımdır. Əslində, müasir Azərbaycan cəmiyyəti bunu qəbul eləmir. Yəni, bizim prinsipial yanaşmamız ondan ibarətdir ki, dövlət səviyyəsində cəmiyyətin ehtiyac və tələbatlarına uyğun bu təhsil qurulur və onda bunu reallaşdırmaq mümkün olur. Yəni, bu islahat proqramında da qeyd olunubdur və təbii ki, bu əvvəlcədən bizim dövlətimizin ümumi təhsil sahəsində olan siyasəti kimi aparılır. Sırf kompüterə bağlanan insanlar var ki, günləri yalnız kompüterin qarşısında keçir və artıq cəmiyyətdən təcrid olunurlar. Demək, burada nə çıxır? İnformasiya texnologiyaları insanı əksinə kommunikativlikdən uzaqlaşdırır, yoxsa başqa tərəfdən də baxmaq olar məsələyə? Başqa tərəfdən baxsaq daha yaxşıdır. Çünki kommunikasiya cəmiyyəti bir-birinə bağlayan tellərdir. İstər real məkanda kommunikasiya olsun, istər də virtual məkanda kommunikasiya olsun. Bu artıq kommunikasiya texnologiyalarının imkanları ilə ölçülür. Əgər 5 il, 10 il və yaxud da ki, 100 il belə geriyə qayıtsaq, kommunikasiyanın imkanları nə idi? Ünsiyyət idi, fiziki ünsiyyət idi, xeyr idi, şər idi, toplantı idi, müxtəlif adət-ənənələr idi, musiqilər və s. Yəni kommunikasiyanın ölçüsü, yəni onun dairəsi bu qədər idi. Yəni bu şəkildə keçmişə qayıdıqca bu gözümüzün qabağına gəlir. Amma bu günləri insanlar arasında yeni bir kommunikativ mühit formalaşır. Yəni ki, bu telefon, televiziya, internet, kompüter, bunların imkanlarının genişlənməsi artıq dünyada olan, yəni 100 illərdir, 1000 illərdir bir-birlə tanış olmayan mədəniyyətlərə çıxış imkanları əldə edirsən və bu mədəniyyətlərdə, bu məlumatlar da artıq internetdə olduğu üçün heç bir çətinlik çəkmədən hər bir insan həmin o veb saytlara müraciət edir, həm pisini, həm də yaxşını oradan götürmə imkanı əldə edir. Ona görə də insanın özünün şuuru, mədəniyyəti, onun o daxili məzmunu elə formada olmalıdır ki, oradan bəhrələnsin. Ziyanlı o hansısa kontentləri əldə edib cəmiyyətdə destruktiv hərəkətləri ilə insanlara ziyan vurmasın. Yəni bu günləri dünyanı düşündürən, dünyada ən böyük problem elə bundan ibarətdir ki, yəni artıq insanların o mental və hüquqi dəyərlərlə idarə etmək çətinləşir. Çünki o virtuallaşma, qloballaşma artıq insanları idarə olunmaz bir hüquqi mühitə gətirib çıxarıbdır. Ona görə də insanların özləri məzmunca iki məndən ibarətdir. Bir mənəni təhsil sistemi tərbiyə edir, bir mənəni valideyn tərbiyə edir, bir mənəni artıq o mental mühit tərbiyə edir. Artıq belə deyək ki, o bizim mənsub olduğumuz ictimai mühitdə bir mən var. O mən həmin o hüquqi, mental dəyərlərin çərçivəsində hər bir addımımızı atanda, danışığımızı nəyisə danışanda, hansısa bir əməli eləyəndə, böyük kişi ilə münasibət quranda, hansısa bir kommunikativ münasibət quranda gözümüzün qarşısında və içərimizdəki o müəyyən o qadağalar, məhdudiyyətlər sistemi var ki, onlar hüquqa və mental dəyərlər əsaslanır. Yəni hüquq deyəndə, yəni ki, o artıq o bizim Azərbaycan konstitusiyasına irəli gələn o hüquqi dəyərlər sistemi
sistemidir. Ondan başqa mental dəyərlər var. Bizim ağsaqqallarımız, valideynlərimiz, böyüyümüz, kiçiyimiz, həyatda olan məsəl üçün insanlar arasındakı münasibətlər, bunlar hamısı insanların özlərinin hərəkətlərini normallaşdıran müəyyən bir mühitdir. Bu günləri demokratik cəmiyyətin əsasını hüquqi dövlət, hüquqi sistem təşkil etdiyi kimi demokratik internetin də əsasını hüquqi internet təşkil etməlidir. Bu günləri internet gəlib, azadlıqları gətirib, insanlar azaddır, informasiya alır, informasiya verir, amma onu da nəzərə alaq ki, cinayətkara da azadlıq gətiribdir, təhqirə də azadlıq gətiribdir, şərəfliyə də azadlıq gətiribdir, hər cür pis əməllərə azadlıq gətiribdir. Ona görə bu günləri qloballaşmanın önündə gedən internet insanların qarşısına bu problemləri yaradır. Ona görə iki kommunikasiyanı biz qeyd etdik. Real məkanda olan kommunikasiya hüququn əsasındadır, virtual məkanda olan kommunikasiyanın hələ hüququ yoxdur. Hələ o dəyər formalaşmayıbdır. Çünki o dəyərin formalaşmasında mənasından ibarətdir ki, real məkanın, real ünsiyyətin, hüququnun bəlkə də 1000 illər tarixi vardır, onun mental dəyərləri 1000 illərdir formalaşıbdır, amma internetin gətirdiyi o reallıqlar cəmi cümlətənin onun 40 yaşı vardır. 40 il ərzində bu hüququn formalaşması, mental dəyərlərə keçməsi, internet üzərində bir bəşəri bir dəyərlərin formalaşması hələ bir çox az bir müddətdir. Ona görə də zaman keçdikcə, insanların o başına o bəlala gətirdikcə, insanlar bu sosial problemin təhlükəsini beynəlxalq hiss etdikcə, onda biləcəklər ki, bu internetin özünün hansı təhlükələri vardır. Ona görə də bu günləri Azərbaycan təhsili, Azərbaycan xalqı, Azərbaycan gəncliyi bu problemlərin qarşısındadır. Çünki biz Sovetlərin vaxtında bu problemlə üzləşə bilmirdik. Çünki o vaxtları hüququn içərisindəydik biz və mental dəyərlərin içərisindəydik. Aslında mən bir şey demək istəyirəm ki, indiki şəraitdə müəyyən anlayışların, müəyyən məsələlərin məzmunu dəyişir. Məsələn, ünsiyyətin məzmunu dəyişir. Oxu problemi özü yeni bir mahiyyət məzmun kəsb edir. Oxu nədir? Oxu da kitab oxumaq deyil. Oxu internetdə oxumaqdır. Yəni, mahiyyət məzmun etibarən dəyişir. Və yaxud da ünsiyyət. Ünsiyyət sadəcə insanların bir-birindən, fərdlərin münasibətindən ibarət deyil. Ünsiyyət kompüter vasitəsilə, bu texnologiya ilə ünsiyyət saxlamağı bacarmaq lazımdır. Biz nəyinsə, hansısa bir, deyək ki, bir saiti, bir nəyisə bağlamaqla uşaqların qarşısını ala bilmərik. Biz uşaqlarda elə bir hissiyyat, elə bir tərbiyə, elə bir ünsiyyət forması, elə bir, deyək ki, yanaşma tərzi formalaşdırmalıyıq ki, uşaqlar özləri pisdən uzaqlaşıb yaxşıya doğru geçsinlər və yaxşı saitlərdən istifadə etsinlər, yaxşı informasiyaları artırsınlar. Əslində, formal olaraq olan qadağalar həvəsi daha çox artırır. Uşaqların marağını daha çox çoxaldır. Ona görə də burada təhsilin üzərində, yəni təhsil sistemində, tərbiyə sisteminin üzərində daha çox yük düşür. Ki, orada elə bir sistem qurulsun ki, uşaqlar özləri yaxşıya doğru irəliləsinlər, yaxşıya doğru geçsinlər. Yəni, yeniliklər, yeni mahiyyət dəyişiklikləri burada əmələ gəlir ki, təbii ki, bu iş sistemində bunlar nəzər alınmalıdır. Auditoriyada söz demək istəyən qonaqlarımız var. Buyurun, eşitirik sizi. Pəri Kərimova, AMİA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı, mühəndis proqramist. Deməli, 2010-cu il 4-5 oktyabrda Avropa Birliyinin təklif etdiyi Elektron Twinning adlı proqramda Azərbaycanda, Kişinyov şəhərində keçirilən proqramda Azərbaycan da iştirak etmişdi və biz ünsiyyətdən danışırıq. Yəni, bu proqram belə bir proqramdır ki, bu Avropa ölkələrinin məktəbləri üçün nəzərdə tutulmuşdur. Proqrama əsasən, deməli, Elektron Twinningin təklif etdiyi portalda müxtəlif bu həmin ölkələrin, yəni artıq bu proqram 5 ildir ki, fəaliyyət göstərir və müxtəlif ölkələrin məktəbləri bu proqramda iştirak edir və bu imkan yaradır ki, bu ölkələrin müəllimləri və şagirdləri bir-birləri ilə həm tarixlərini, həm mədəniyyətlərini, həm də İKT sahəsində olan bacarıqlarını bir-biri ilə paylaşsın. Buyurun xanım, sizin də fikriniz vardı, bildirin. Ləman Manahova, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı. İnformasiyanın həddən çox bollaşdığı bu informasiya cəmiyyəti mühitində şəxsiyyətin formalaşması ən mühüm qarşıda duran məsələlərdən biridir təhsil sahəsində. Bu baxımdan qeyd etmək istəyərdim ki, müasir gənc, müasir informasiya texnologiyaları sahəsinə sahib olan gənc ən birinci olaraq informasiya ilə işləməyi bacarmalıdır. Başqa sözlə desək, informasiya mədəniyyətinə sahib olmalıdır ki, hansı ki, müxtəlif növ informasiyalar
texnologiyalarla işləmək bacarığı, onların seçilməsi, analiz edilməsi və sair kimi bacarıqlara yiyələnməlidir ki, bu da müasir insandan informasiya mədəniyyəti tələb eləyir. Mən belə başa düşürəm ki, müasir dövrdə bu fənnin, informasiya mədəniyyəti fənninin təhsilə gətirilməsi, müasir gənclərin yetişdirilməsində daha yaxşı rolunu oynaya bilər. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Əhmədova Aygün. Mən birinci ünsiyyətlə bağlı demək istəyirdim. Siz deyirsiniz ki, məsələ cəmiyyətdə virtual aləmdə alidə olmuş insanlar cəmiyyətdən uzaqlaşırlar. Əslində baxanda bu cəmiyyətin üzvləri də həmin virtual məkandadır və demək olmaz ki, bu insanlar cəmiyyətdən uzaqlaşıblar. Çünki onlar hər halda robotlarla ünsiyyət saxlamırlar və hər halda kompüterdə oturan insanın üzünün mimikasına baxanda, onun istər xəbərlər oxusun, hər hansı bir video sujetlərə baxsın, kimlərlə danışsın, real olaraq o insanın həmin mimikasında, əhval-ruhiyyəsində həmin təsirlər göstərir və bunu da demək olmaz ki, bu ünsiyyətdən qaçmış, cəmiyyətdən uzaqlaşmış bir insandır. Sadəcə ünsiyyətin forması dəyişmişdir və informasiya texnologiyalarının üstünlüklərini burada vurğulamaq istərdim ki, necə deyək ki, əgər ibtidai icma dövründə insanlar müəyyən heyvanları, hər hansı bir avadanlıqları, özlərinin məişətlərini, öz həyatlarını yüngülləşdirmək üçün öz həyatlarına daxil edirdilərsə və onlardan istifadə edirdilərsə və hal-hazırda da bu bir zəruri olan mərhələli şəkildə, yəni informasiya texnologiyaları icad olundusa, bunların özünün adi, yəni təbii olan mərhələləri olmalıdır ki, bütün cəmiyyətin strukturlarına, bütün bölmələrinə təsir göstərdiyi kimi təhsilə də öz təsirini göstərəcəkdir. Və təhsilin informasiyalaşdırmasının ən çoxu da deyərdim ki, müəyyən sağlam insanlardan daha çox qüsurlu insanlar üçün böyük üstünlükləri vardır. Sağlam insanlar sağlam şəkildə hər hansı məktəblərdə iştirak edə bilərlər, universitetlərdə təhsil ala bilərlər. Lakin sağlam olmayan qüsurlu insanlar üçün bu ünsiyyət problemi həll olunmuş olur. Özünə qapanmadan çəkinirlər. Onların müəyyən fitri istedadları açılırlar və onlar təhsildən uzaq qalmırlar. Hər hansı savadlanmış şəxs sonradan olaraq freelance deyilən əmək qrupları var. Demək, virtual aləmin öz iş qrupları. Onlar həmin əmək münasibətlərinə daxil olurlar və müəyyən gəlir əldə edə bilirlər. Çox maraqlı məqamlara toxundunuz həqiqətən də, amma yenə də müxtəlif baxışlar da ola bilər söylədiniz. Məsələn, dediniz ki, müxtəlif fiziki qüsuru olan insanlar onlayn vasitəsilə təhsil ala bilərlər. Bu çox doğrudur. Normal insanlar da ala bilər. Onlar da həmçinin, amma onları da tamamilə cəmiyyətdən kənarlaşdırmaq olmaz. Əksinə onların cəmiyyətin inteqrasiyasını bərpa etmək lazımdır. Ona görə, məsələn, bugün bütün dünya ölkələrində imkanlar yaradılır, şəraitlər yaradılır ki, adi universitetlərdə, adi ali məktəblərdə məhz belə insanlar da oxuya bilsinlər. Cəmiyyətdən xaric kənarlaşdırılmasınlar. Sırf özləri kimi əllərin arasında olub özlərini qüsurlu hesab etməsinlər. Bu məsələ də var, amma dediyiniz məqam da həqiqətən də çox vacib bir məqamdır və gəldik o məsələnin üzərinə internet vasitəsilə təhsildən xanım söz açdım. Bugün Azərbaycan cəmiyyətində də təhsilimizin informasiyalaşdırılmasından söhbətə başladıq və bugün bu yolda istiqamətdə işlər görülür. İnformasiya texnologiyalarını nə dərəcə tətbiq edə bilmişik bizim təhsil sahəsinə və burada hansı çətinliklərlə qarşılaşırıq? Əlbəttə ki, qeyd etdiyimiz kimi təhsilin məzmunu Azərbaycanda Təhsil Nazirliyi tərəfindən və ümumiyyətlə tək Təhsil Nazirliyi yox, elə müxtəlif sahələr mütəxəssislərə cəlb olunmuşdur və ölkəmizdə kurikulumlar hazırlanıbdır və kurikulumlar müxtəlif fənlər üzrə standartlardır, müxtəlif məzmunlardır və s. İndi bütün bu Azərbaycan təhsilinin qarşısında qoyulan məsələlər hamısı onun strategiyası, taktikası, qeyd etdiyim kimi bu kurikulumlarda öz əksini tapıbdır və Azərbaycanda bütün dərsliklər həmin kurikulum əsasında qurulur. Amma məsələ bundan ibarətdir ki, informasiya texnologiyaları da əlbəttə ki, təhsilə öz nüfuzunu göstərir. Çünki təhsil cəmiyyətin bir hissəsidir və Azərbaycanda da dövlət siyasətinin elə əsas istiqamətlərindən biri də təhsil sistemində gənclərin hazırlanması, şagirdlərin tələblərinin hazırlanması da məhz elə o qloballaşmanın tərəflərinə, informasiyalaşmanın tərəflərinə uyğunlaşdırılmalıdır. Ona görə də ölkəmizdə də dövlət siyasəti kimi bu istiqamətdə müəyyən işlər aparılır.
son illər ərzində ölkə başçısı tərəfindən təhsilin informasiyalaşdırılması istiqamətində 2 mühüm dövlət proqramı qəbul etmişdir. Həm orta ümumi təhsil məktəblərində informasiya texnologiyasının tətbiq olunması, kompüterləşmə proseslərinin dərinləşdirilməsi, eyni zamanda təhsilin bütün pillələri üzrə informasiyaların daha da dərinləşməsi və özü də ki, bu sadə proses deyil və bu proqramın qarşısında duran vəzifələrdən ibarətdir ki, birincisi təhsil sisteminə ənənəvi olaraq dərsliklərin elektron versiyaların gəlməsi, elektron dərslərin işlənilməsi, yəni birinci sinifdən başlayaraq düz ən yüksək səviyyələrə qədər bütün kontentlər, bütün dərs deyilən dərsliklər hamısı elektronlaşmalıdır. Bunun özü çətin bir prosesdir, əlbəttə. Tək onun, məsəl üçün, skanerdən keçirib kompüter daxil etməkdən söhbət getmir. Onun özünün o multimedia texnologiyalarını istifadə edərək o elektron dərslərin hazırlanması, özü də ki, həvəskar səviyyəsində yox, müəyyən standartlar səviyyəsində hazırlanması bu çox çətin bir prosesdir. Bundan başqa, həmin o təhsilin informasiyalaşdırılmasının qarşısında duran əsas vəzifələrdən biri müəllimlərin hazırlanması. Çünki bu təhsilin ən böyük komponenti müəllimlərdir. Müəllimlərin özləri bütün fənlər üzrə, həm fənlərin qeyd etdiyim kimi informasiyalaşdırılması, yəni elektron dərslərin hazırlanması, eyni zamanda müəllimlərin hazırlanması, təhsili idarə edənlərin özlərinin bu onlayn mühitdə idarə etmə texnologiyalarına nail olması və eyni zamanda şəbəkə sisteminin yaradılması, yəni bütün təhsilin bütün o məktəbləri, ali məktəbləri əhatə edə biləcək bir şəbəkə mühiti formalaşması və nəticə etibarı ilə bir onlayn təhsil mühiti formalaşması. Çünki ölkəmizdə informasiyalaşdırma tək təhsildə yox, bütün istiqamətlərə getdiyi üçün ölkəmizdə nəticə olaraq bir proses olaraq informasiya cəmiyyəti formalaşır. Onun da bir hissəsi təhsildir, başqa bir hissəsi elmdir, səhiyyədir və s. Bir neçə bizim dövlət ali təhsil ocaqlarında artıq onlayn təhsil öz start verib, başlayıb işə və elə onlardan birinin işini biz əməkdaşlarımızla lentə almışıq, canlı olaraq izləmişik, sizə də təqdim etmək istərdik. Dünyada ilk dəfə onlayn təhsil 1910-cu ildə İngiltərədə tətbiq edilib. Lakin həmin dövrdə təhsil onlayn deyil, video filmlərlə əks etdirilirdi. Bugün dünyada tələbələrə onlayn təhsil təklif edən universitetlərin çoxu Açıq Universitet adı altında fəaliyyət göstərir. Onlayn təhsil zamanı keçirilən dərslər adi universitetlərdə tədris olunan dərs proqramından bir o qədər də fərqlənmir. Yeganə fərq ondan ibarətdir ki, onlayn təhsil zamanı tələbə və müəllim arasındakı ünsiyyət üz-üzə deyil, virtual olaraq məsafədən həyata keçirilir. Yəni internet vasitəsilə. Ölkəmizdə hal-hazırda bu təhsil formasının tətbiq edildiyi təhsil müəssisələrindən biri Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutudur. Müəllim burada oturaraq Naxçıvanda olan tələbələrə mühazirə söylədir. Bütün bunlar virtual olaraq həyata keçirilir. İnformasiya Texnologiyaları İnstitutunda onlayn təhsil prosesini izləyərkən biz bir daha gördük ki, virtual təhsilə inteqrasiya, pedaqoji kadrların müasir texnologiyaları yiyələnməsinə, onların hər tərəfi inkişafına təkan verən vasitə olmaqla yeni uğurlara yol açır. Çox maraqlı idi, gördüyünüz kimi bu haqda danışdıq və bir də buna əyani şəkildə tamaşa etdik, əziz tamaşaçılarımız. Mən istərdim bu layihə haqqında Rasim mənim ətraflı məlumat versin, buyurun. Doğrudan da bu qədər informasiyalaşdırma prosesinin sürətlə getdiyi Azərbaycanımızda artıq yeni mərhələyə qədəm qoyuruq. Bu mərhələ ondan ibarətdir ki, artıq internet üzərindən insanlara, gənclərə, ehtiyacı olan insanlara distant təhsil, distant tibb və digər xidmətləri göstərən imkanları əldə edirik. Əgər söhbət elmdən təhsildən gedirsə, artıq internet üzərindən həm elmi fəaliyyətini həyata keçirirlər. Yəni, elmi müəyyən bir problemlər ətrafında müəyyən virtual konferanslar keçirilir, müxtəlif, belə deyək ki, virtual dəyərmistollar keçirilir. Təhsilin özündə də, o formal təhsilin pillələrindən biri də, yəni növlərindən biri də distant tədrisdir. Yəni, Azərbaycan təhsil qanununda da bu istiqamətdə, yəni bununla bağlı müəyyən müddəalar vardır. Ölkəmizdə artıq informasiyalaşdırmanın və bu şəbəkə texnologiyalarının tətbiq olunması, informasiya kommunikasiya texnologiyalarının digər komponentlərinin inkişaf etməsi ölkəmizdə distant tədrisin reallaşması üçün yaxşı imkanlar yaradıbdır. Belə bir imkanları biz artıq Azərbaycan Milli Elmlər Akademiyasının informasiya texnologiyasını reallaşdırmışıq. Bilirsiniz ki, informasiya texnologiyaları tək Bakı şəhərində deyil, Azərbaycanın müxtəlif regionlarında da inkişaf etdirilir. Azərbaycanda bütün orta məktəblərdə və digər belə sferalara geniş tətbiq olunur. Çünki Azərbaycanda
bu informasiya texnologiyaları bütün regionlarda sosial iqtisadi inkişafa böyük təsir edir və böyük infrastruktur əmələ gətirir. Və belə regionlardan biri də Naxçıvan Muxtar Respublikasıdır. Naxçıvanda informasiya texnologiyaları geniş tətbiq olunur. Hətta elektron Naxçıvan deyilən bir proqram da vardır ki, orada elmdə, təhsildə çox geniş şəkildə bu istifadə olunur. Problem ondan ibarətdir ki, Naxçıvana qabaqcıl o biliyi daşıyan alimləri, professorları və yaxud da hansısa bir peşə sahiblərini cəlb etmək bilirsiniz ki, real olaraq asan deyil. Çünki onların oraya getməsi, gəlməsi, bu asan məsələ deyil, təyyarə ilə getməsi, dərs deməsi. Ona görə də bizim institut Naxçıvan Dövlət Universiteti ilə, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi ilə birgə bir layihə ortaya qoymuşuq ki, bizim institutda Tədris İnnovasiya Mərkəzinin bir qolu kimi, bir istiqaməti kimi distant tədris mərkəzi açmışıq və bu distant tədris mərkəzi iki funksiya həyata keçirir. Birincisi ondan ibarətdir ki, internet üzərindən məlum kontentləri, yəni elektron kontentlərə çıxış imkanları verib, onlayn olaraq bunlara istifadə etmə imkanları veririk. Digər tərəfdən isə bizim demək, həmin o mərkəzdə belə bir imkan var ki, müxtəlif belə deyək ki, Bakı şəhərində yaşayan, fəaliyyət göstərən alimlərimizi cəlb eləyək bizim instituta və Naxçıvan Dövlət Universitetinin o dərs qrafikinə uyğun olaraq elə bizim institutda oturmaqla, yəni ki, orada dərsini deyir və internet üzərindən canlı olaraq bir distant tədris həyata keçirir. Bunun özü də əlbəttə ki, Naxçıvan üçün çox bir əhəmiyyətə malikdir və bu layihəni biz genişləndirəcəyik. Azərbaycanın müxtəlif regionlarında, müxtəlif şəhərlərində biz həmin texnologiyanı tətbiq edəcəyik. Bugünkü, indiki Azərbaycanda yaranan yeni bir sistem, təhsil sistemi unikal bir təhsil sistemidir. Onun unikallığı orasındadır ki, bugün bizim məktəblərimizin nailiyyətini uşaqların yaddaşında olan informasiyalarla ölçmürlər. Yəni, ölçməyəcəyik artıq. Yəni, onların düşüncə tərzi ilə, onların idraki ilə, onların müəyyən bir problemi həll eləyə bilmək qabiliyyəti ilə ölçüləcəkdir. Yəni, bu müasir məktəbin, indi yeni Azərbaycanda yaranan bu unikal yeni sistemi, yeni təhsil sisteminin o özəlliyi də orasındadır ki, burada artıq təfəkkür, orada düşüncə, idrak birinci yerdə dayanır. Nailiyyət onunla ölçülür. Da nailiyyət nə qədər əzbər şey bilir, onunla ölçülmür. Ona görə də, yəni təhsilin humanitarlaşdırılması da ora yönəlir ki, nəticə etibarıyla bütün sistem özü onda, yəni şagirdlərdə müəyyən mənada bir təfəkkür mədəniyyəti, bir idrak mədəniyyəti formalaşdırsın. Yəni, bu necə düşünə bilir? Onunla ölçülsün bunun inkişafı. Dahi nə qədər şeir bilir və yaxud da nə qədər hansısa bir informasiya bilir, onunla ölçülmür. Ona görə də belə bir şəraitdə bu yeni bir təhsil siyasətinin strukturunu dirt eləyir. Bu siyasətdə hərəkət edən müəllim təbii ki, yeni olmalıdır. Bunun üçün isə kitabları yazıb çatdırmaq mümkün deyil. Yəni, burada bu onlayn sisteminin, bu yeni İKT sisteminin vacibliyi, zəruriliyi burada meydana çıxır ki, biz elə bir sistem yaratmalıyıq ki, artıq bizim imkanımız yoxdur, biz yeni kitabları yazaq, çap eləyək, filan eləyək, çatdıraq adamlara yayaq. Amma bizim imkanımız var ki, elə bir sistem quraq ki, o sistemlə müəllimlər özləri yenilikləri alsınlar, yenilikləri öyrənsinlər, o sistemlə hərəkət eləsinlər. Məsələn, 2007-ci ildən yeni təhsil sistemi, yeni konsepsiya əsasında tətbiq olunmağa başlayıbdır. Yəni, 3-cü ildir, indi 4-cü il olacaqdır ki, artıq müəllimlər deməli, yeni sistemi tətbiq edirlər. Hər dəfə müəllim bu yeni sistem üzrə işləmək üçün hökmən yeni səriştələrlə gəlməlidir. Bunun üçün o yeni bacarıqlar əldə eləməlidir, yeni informasiyalar olmalıdır. İnformasiya kifayət eləmir. Bilmək olar, amma bacarmaq lazımdır. Yəni, bunun üçün müəllimə bu öyrədilməlidir. Müxtəlif istiqamətlərdə müəllimlər deməli, o sistemlə əhatə olunsunlar ki, onlar zəruri olan halda müraciət eləsinlər və öz ehtiyaclarını ödəsinlər. Bugünkü sistemin qurulması ehtiyac və tələbatlar üzərindədir. Söhbət ondan gedir ki, müasir şəraitdə, yəni informasiyalaşdırma şəraitinə, informasiya texnologiyalarının informasiya ilə davranmağı, yadda saxlamağı, emal etməyi, ani olaraq yaymağı kimi yüksək imkanlara malik olması, özdəki bu imkanların çox böyük sürətlə, belə deyək ki, artması, inkişaf etməsi, kompüterlərin, belə deyək ki, o yeni nəsillərini meydana çıxması, yeni imkanların meydana çıxması, son mil problemi deyirlər. Yəni ki, insanlar tək kompüter yox, kompüterdən sonra insan istənilən
istənilən şəraitdə elektron kitablar vasitəsilə, iPadlar vasitəsilə, iPhone-lar vasitəsilə, yəni o son mil problemi var ki, insan istənilən şəraitdə, dağda da, bağda da, təyyarədə də, gəmidə də, istənilən yerdə informasiya çıxış imkanı verə biləcək vasitələrdən istifadə edərək həmişə informasiya məkanında olması, informasiya ilə təmasda olma imkanlarında olması. Əgər bu belədirsə, buna biz gediriksə, yəni gediriksə deyəndə bu artıq təbii prosesdir, bunun başqa yolu yoxdur. Burada alimin, müəllimin funksiyası da dəyişir. Biz indi Azərbaycan gəncliyini hədəf götürmüşük, deyirik ki, biz yeni insan formalaşdırmalıyıq və s. Bu tamamilə dəqiqdir. Amma Azərbaycan müəllimi, tək söhbət Azərbaycan müəllimdən getmir, ümumiyyətlə müəllimdən söhbət gedir. Tək bunu mən milliləşdirmək istəmirəm, Azərbaycan ölkəsinə, Respublikasına aid etmək istəmirəm. Bütün dünyada da müəllimin, alimin funksiyası da dəyişir. Nədən söhbət gedir? Biz hamımız şahidik ki, vaxtilə müəllimlər, alimlər çox böyük nüfuz sahibi idi. Çünki müəllim hər hansı bir kənddə, qəsəbədə, şəhərdə iki funksiya daşıyırdı. Bir, informasiya mənbəyi idi. Çünki başqalarına, ayrı-ayrı başqa vətəndaşlara nisbətən daha məlumatlı idi. Elə ətraf mühit haqqında, coğrafiyadan, tarixdən, beynəlxalq aləmdən, müxtəlif belə adət-ənənələrdən, hadisələrdən məlumatlı olduğu üçün müəllim həmişə nüfuz sahibi idi. Elə alimlər də həmin şəkildə. Çünki bu bilik daşıyıcıları bir növü mənsub olduğu bir mühitdə informasiya monopolistləri idi. Bu bilikləri onlar özləri daşımaqla həmişə insanlar ona müraciət eləyərdi, müsbət cavab alardı və bu da əlbəttə ki, həmin fərdi, həmin şəxsi nüfuzda edərdi. Bu günləri müəllimin internet kimi alternativi var. Bu günləri alimin internet kimi alternativi var. Artıq müəllim, alim informasiya daşıyan bir yaddaş qurusu olmalı deyil. Yəni, ola da bilmir. Yəni, artıq müəllimin və alimin funksiyası tamamilə yeni şəraitə uyğunlaşmalıdır. Müəllimlər informasiya yaddaşı, o belə deyək ki, canlı bir yaddaş olmalı deyil. Müəllimlər həmin o biliyin menecerləri olmalıdır. O biliyi, yəni hansı bilik varsa, o hansı biliyi demək lazımdırsa, riyaziyyatçı, riyaziyyatçı, fizika üzrə fizik və s. Bu müəllimlər özləri həmin bilikləri insanlara necə çatdırmaq lazımdır? Hansı istiqamətlərdən, hansı pedaqoji üsullardan, hansı psixoloji üsullardan, hansı texnoloji vasitələrdən, hansı multimedia vasitələrindən, hansı obrazlardan istifadə etmək lazımdır ki, bax, bu bilik uşaqların beyninə əks olunsun, inişas olunsun. Əməkdaşlarınızdan söz demək istəyənlər var. Buyurun, zəhmət olmasa sizin fikrinizi alaq. İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Rəşid Ələkbərov. Keçən əsrin 80-ci illərdə internetin yaranması, yeni texnologiyaların meydana gəlməsi distan təhsilin inkişafına yeni təkan verdi. Hal-hazırda Amerika Birləşmiş Ştatlarında 6 tələbədən biri distan təhsil almaqla öz təhsilini başa vurur. Bu distan təhsilin gözəlliyi ondadır ki, insanlar öz iş yerlərini itirmədən, öz iş yerlərini tərk etmədən, demək o təhsili əldə edə bilərlər. Distan təhsilin, demək ki, aparılan bu tədqiqatlar göstərir ki, yaxın 3 ildə dünyada təhsil alan tələbələrin 3/2-si distan təhsil vasitəsilə demək yeni biliklərə yiyələnəcəkdir. Yəni Avropada, Amerika Birləşmiş Ştatlarında bu təhsil daha geniş öz imkanlarına malikdir. Təşəkkür edirəm. Başqa fikir bildirmək istəyən varmı? Buyurun, zəhmət olmasa. Yasamal rayonu 20 saylı lisey məktəbin kimya müəlliməsi Fatma Mustafazadə. Bizim məktəbimiz elektron məktəbdir. Kabinetlərimiz kifayət qədər kompüterlərlə təchiz olunub və internet şəbəkəmiz var. Biraz əvvəl Rasim müəllim, müəllimləri biliyin meneceri adlandırdı. Bu çox düzgün fikirdir. Çünki hər bir dərsə biz hazırlaşarkən internetdən lazımi slaytlar, məsələn, lazımi video xülasələr seçirik və bunları dərsimizdə tətbiq edirik. Lakin etiraf edək ki, hər bir mövzuya aid müəyyən şeyləri tapa bilmirik internetdə. Məsələn, mən silikat sənayesi ilə əlaqədar sement istehsalını aid heç bir material tapmadım. Uşaqları apardım sement zavoduna, oradan çəkiliş elədik və onun əsasında da dərslərimi qurdum, əyani şəkildə göstərdik. Lakin bu çəkilişdə də müəyyən sahələrə bizi buraxmadılar, amma heç olmasa minimal səviyyədə təsəvvür yarada bildik. Mən istərdim, çox istərdim ki, təhsil mərkəzində belə bir hər bir mövzunun tədrisinə aid, necə ki, standartlar müəyyənləşdirilir. Elə də hər bir mövzuya aid, məsələn, video xülasələr orada olsun ki, biz əziyyət çəkmədən həmin o video süjetləri dərsimizdə, yəni internet vasitəsilə asanlıqla dərslərimizdə istifadə edib göstərə bilək. Çox maraqlı təklifdir. Onlayn təhsildən söhbət etdik və bəzi qonaqlarımız da münasibətlərini bildirdilər. Biz eyni sualla şəhərimizin sakinlərinə də müraciət etmişik və onlardan da çox maraqlı fikirlər eşitdik. Gəlin bərabər sorğuya tamaşa edək.
Onlayn təhsil odur ki, ayrı bir mühitdə, evdə və yaxud da ofisdə oturub bilik əldə etmək, yəni bu tam vacib deyilsən, universitetə gedəsən və bu bir tələbə olaraq mən bunu dəstəkləyirəm. Nəyə görə ki, çünki hərdən olur, məsələn, mən özüm işləyirəm və hərdən olur, vaxt olmur ki, universitetə gedəsən və onlayn təhsil olsa, internetlə harada olursan, ol həmin təhsili əldə edə biləcəksən, həmin istədikləri əldə edə biləcəksən və bizim tələbələrimizin Avropa səviyyəsində çatdırılması üçün çox yaxşı bir şansdır. Onlayn təhsili çox hardasa yaxşı mövqe cəhətdən müsbət xüsusiyyətləri var ki, belə ki, hardasa məktəbə universitetə getmirsən, evdə oturub dərslərə hazırlaşsan, sadəcə imtahanlara gəlsən, bu tələbə-müəllim münasibətlərinə də təsir edir. Hardasa belə dərs vaxtı münasibət qura bilməyəcəyin halda, yəni çəkindiyin halda müəllimlə yazı şəklində internet vasitəsilə hardasa rahat münasibətini bildirə bilərsən bütün söhbətlərə. Onlayn təhsil deyəndə ki, hər şey internet vasitəsilə olacaq, imtahanlardır, dərslərdir, mühazirələrdir hal-hazır ki. Məncə elə olsa daha yaxşı olar, yəni qayıb problemimiz olmaz, yəni dərsləri müəyyən səbəblərdən ötürü gəlməməyimiz. Artıq qalan dərslərimizdə ehtiyacımızı internetdən qarşılarsa daha yaxşı olar. Onlayn təhsil internet üzərindən müəllimlərin dərs danışdı, oradan imtahan elədikləri bir təhsil sistemi olaraq bilirəm mən. Nəyə faydası vardır? Hani üniversitede, derslerde müəllimin birebir danışında başa düşmediğin şey, gidip evde internet üzerinden müəllimin birebir ders anlatması gibi tekrar edebilirsin, yani dersi okumaya başa salmak için. Tekrar oradan istifade edebilirsin. Onlayn təhsil bizə lazımdır, müəyyən məndə lazımdır. Əsas üstünlüklə ondan ibarətdir ki, hər hansı bir universitetə daxil olan xanım ikinci, üçüncü kursu ailə həyatı qurmaq istəyəndə onlayn təhsillə ikinci, üçüncü kursun, üçüncü, dördüncü kursun başı çatdırsın. Bizə də əsas oğlanlara onlayn təhsil ona görə lazımdır ki, magistraturanı bitirmək, magistraturaya girib magistratur təhsil almaq istəyən insan həm işləmək istəyirsə onlayn təhsil böyük üstünlükdə onun üçün. Bəli, gördüyümüz kimi müasir cəmiyyətimizdə müasir fikirli insanlar var. Fikirlərimiz daha da müasirləşməkdədir və onlayn təhsilə olan münasibəti ilə sakinlərimizdən də gördük. Son olaraq bugünkü mövzumuzla əlaqədar hörmətli qonaqlarımızın tamaşaçılarımıza verəcəyi tövsiyələri eşitmək istərdik. İnformasiya texnologiyalarından düzgün istifadə edib, düzgün savadlanmaq üçün nə etməliyik? Buyurun, Ənvər müəllim. Hər bir adamın üzərinə şəxsən, fərdi şəkildə ümumiyyətlə bu cəmiyyətin müasir tələbatına, tələblərinə uyğunlaşmaq, adaptasiya olunmaq tələb olunur. Əks halda biz cəmiyyətdən geridə qalırıq. Bu cəmiyyətin tələbatlarına uyğun ola bilmirik. Biz köhnəlirik. Ona görə də ardıcıl olaraq özümüzü təkmilləşdirməliyik. Müasir texnologiyaları öyrənməliyik. Hər hansı bir formada, bu və ya digər formada özümüzü inkişaf elətdirməliyik ki, biz cəmiyyətin inkişafına düz gələk, uyğun gələk və cəmiyyətdə normal addımlaya bilək. Mən elə başa düşürəm ki, bu mümkündür. Əks halda biz cəmiyyətdən geri qala bilərik. Mən hamıya uğur diləyirəm. Çox təşəkkür edirəm. Bu fikirlər Təhsil Problemləri İnstitutunun direktor müavini Ənvər Abbasova aiddir. Təşəkkür edirəm. Buyurun. Və Azərbaycan gəncliyini gələcəyə doğru hazırlamaq lazımdır. Çünki o gələcək çox uzaqda deyil, çox yaxındadır. Çünki o gələcək əvvəl keçmişdəki gələcəklərdən fərqli olaraq çox sürətlə gəlir o gələcək. Ona görə də bu günləri gəncliyin qarşısında iki gələcək vardır. Bir gələcək ondan ibarətdir ki, bu səndən məndən asılı olmayan gələcəkdir. İkinci gələcək isə mən dediyim o qloballaşmanın, ümumiyyətlə dünyada edən proseslərin çox yüksək sürətlə gəlməsidir. Ona görə də Azərbaycan gəncliyini, Azərbaycan vətəndaşlarını həmin o gələcəyə hazırlamaq lazımdır. Çünki dünyada bu informasiya texnologiyaları, informasiya cəmiyyəti ideyaları çox geniş şəkildə yayılır, tətbiq olunur. Ona görə də hələlik məsələ üçün biz bir mütəxəssis kimi bir 5 ildən 10 ildən sonra nə baş verəcək onları biz bilmirik. Ona görə də Azərbaycanda elə təhsil sistemində ümumiyyətlə cəmiyyətimizi bu informasiya cəmiyyəti ideyalarını hazırlamalıyıq. Bu əlbəttə ki, ölkəmizdə başa düşüləndir, anlaşılandır. Ölkə səviyyəsində, dövlət siyasəti çərçivəsində bu işlər həyata keçirilir. Müxtəlif səviyyədə dövlət proqramları qəbul edilir. Elektron
dövlət formalaşır, yəni Azərbaycanda bu proseslər uğurlu həyata keçirilir. Çox təşəkkür edirəm. Bir daha xatırladım ki, bu gözəl və maraqlı fikirlər də İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əlibuliyeva aid idi. Həqiqətən də çox doğru məqamlara toxundular bizim əziz qonaqlarımız. Doğrudan da bugün informasiya texnologiyalarının bizim üçün yaratdığı imkanlar çox böyükdür və özəlliklə də biz bugün elm və təhsilin informasiyalaşdırılmasından söhbət etdik. Ümumiyyətlə, insan beyni nə edirsən et, bir yerə, xüsusilə də əgər elmlə məşğul olursa, uzun zaman diqqəti bir yerə toplayanda yorulur. Və bu yorğunluğu aradan qaldırmaq üçün bugün elektron təhsil tam imkanlar yaradır. Tədrisin növlərinin müxtəlif variasiyaları təqdim olunur bizə internet vasitəsilə, informasiya texnologiyaları vasitəsilə və bunlar bizə yaddaşımızı daha da möhkəmləndirməyə, verilən materialı, verilən mətni daha gözəl mənimsəməyə şərait yaradır. Yorulmadan elmlə məşğul olmağa şərait yaradır. Nə yaxşı ki, bu imkanlar var. Bütün bunlar insanın müasirləşdiyindən xəbər verir. Gəlin, biz müsbət mənada fikirlərimizi, düşüncələrimizi müasirləşdirən insanlardan olaq ki, sabaha doğru addımlarımız sağlam olsun. Bugünlük bu qədər.